Bir alim danışır, deyirdi, ər-arvad gəlmişdik, mənə şikayət edirdilər bir-birindən. Xanım gördüm həyat yoldaşından yola getmir. Mən soruşdum ki, Allah'a inanırsan xanıma? Dedi ki, əlbəttə ki, inanmasam sizin yanınıza gəlməzdim. Mən dindar adamıq, inanclı insanıq, mömin adamıq. Ondan sonra dedim ki, Allah'ın sənin üçün sevib seçdiyi bir həyata buna hörmətsizlik də edirsən. Sən ki, indi burada həyat yoldaşından şikayət edirsən, əslində Allah'ın sənə bəxş elədiyi həyatın nöqsanıdır da bu. Hədiyəni nöqsanla qəbul edərlər. Sevdiyindən sənə hədiyyə gəlibsə, hətta onun bir küncündə, bucağında bir nöqsan da olsa, o nöqsan da sənə əziz olmalıdır. Heç hətta onu düzəltməyə də əlin gəlməz ki, mənə belə vermişdi hədiyəni. O bəy verən atın dişinə baxmazlar, deyir. Mən deyir, ona başa saldım ki, bu sənə Allah'ın bu şəkildə təqdim elədiyi hədiyyəsidir.